Salamlar. Bugün mədə xərçəngində icra olunan cərrahi əməliyyatlardan danışacağıq. Bildiyimiz üzrə mədə xərçəngi dünyada çox yayılmış, lakin gec mərhələdə özünü göstərən xəstəliklər arasındadır və burada müalicənin əsasında cərrahi rezeksiyalar təşkil edir. Cərrahi rezeksiyalara, yəni cərrahi əməliyyatlara şişin lokalizasiyasına görə, şişin mərhələsinə görə qərar veririk. Xəstəlik əgər çox erkən mərhələdədirsə, yəni mədənin iç təbəqəsinin selikli qişasında məhduddursa, o zaman cərrahidən çox endoskopik rezeksiyalara biz üstünlük veririk. Endoskopik olaraq, yəni ağızdan girilərək zond vasitəsilə mədənin iç təbəqəsini çıxarmaq yetərli olur. Bunlara endoskopik mukozal və submukozal rezeksiya deyilir. Gastroenteroloqlar tərəfindən icra olunur. Lakin əgər xəstəlik selikli qişanı, yəni iç təbəqəni keçirsə, o zaman cərrahi rezeksiyalara biz müraciət edirik. Cərrahi olaraq biz total və subtotal rezeksiyalara icra edirik. Yəni mədənin tamamını və bir hissəsini çıxarmaq. Əgər xəstəlik mədənin giriş hissəsindədir və erkən mərhələdədirsə və ya mədənin çıxış hissəsində yerləşirsə, o zaman biz subtotal rezeksiya icra edə bilirik. Yəni mədənin xəstəlikli hissəsini çıxarıb qalan hissəsini qoruya bilirik. Burada məqsəd normal fiziolojik traktı qorumaqdır. Lakin mədənin giriş hissəsində gecikmiş mərhələdədirsə və ya cismində yerləşirsə, o zaman biz total qastrektomiya əməliyyatını icra edirik, yəni mədənin tamamını çıxarırıq. Burada ikinci toxunulması gərəkən mövzu limfodiseksiyadır. Yəni burada mədəni çıxartmaqla iş bitmir. Həmin anatomik nahiyələrdə yerləşən bütün limfa düyünləri tək-tək çıxarılmalıdır. Bu bizim əməliyyatdan sonrakı residivin azaldılmasında çox önəmlidir və bizim əməliyyatdan sonra xəstəliyin dəqiq mərhələləndirilməsi üçün çox vacibdir. Üçüncü bir nüans əməliyyatların qapalı, yəni laparoskopik və ya robotik və açıq üsullarla icrasıdır. Burada daha çox mədənin lokalizasiyası, mərhələsi və cərrahın təcrübəsinə görə qərar verilir. Təbii ki, biz qapalı üsullardan yanayıq. Qapalı üsulların açıq üsullara görə çox üstünlükləri vardır. Əməliyyat sonrası ağrının az olması, bərpa müddətinin sürətli olması, xəstəxanada yatışın qısa olması kimi bir çox üstünlüklər mövcuddur. Mədə xərçənglərində sadəcə qarnın iç zarına yayılmış, xüsusi seçilmiş xəstələrdə sitoreduktiv cərrahi və HIPEC əməliyyatları da icra oluna bilir. Bu əməliyyat zamanı qarın boşluğunun iç zarı, yəni periton dediyimiz iç zar tamamilə çıxarılır və əməliyyat sırasında qarın boşluğuna isti kimyoterapiya verilir. Və son araşdırmalarda da bu xüsusi seçilmiş xəstələrin sağ qalımına müsbət təsir göstərdiyi bildirilir. Mədə xərçəngində uğurlu nəticə üçün erkən diaqnoz və doğru seçilmiş cərrahi üsul həyati əhəmiyyət kəsb eləyir. Unutmayaq ki, erkən mərhələdə diaqnoz qoyulmuş mədə xərçənglərinə tamamilə sağalma şansı çox yüksəkdir. Buna görə də mütəmadi olaraq müayinələrdən keçməyi unutmayın. Bu kimi maarifləndirici videoların davamının gəlməsini istəyirsinizsə, kanalımıza abunə olmağı və şərh yazmağı unutmayın.